Salam hörmətli abituriyentlər və əzizlər. Bu gün 19 aprel 11-ci sinif abituriyentlərin buraxılış imtahanına düşmüş belə bir sualla qarşınızdayıq. Bizə verir fx funksiyası və gx funksiyası. Deməli fx funksiyası, gx funksiyasını burada verir, fx funksiyasını burada verir şəkildə. Deməli, deyir ki, bu funksiyalar bir-birinə, y-oxranizələr bir-birinə simmetrikdir. Y-oxranizələr simmetrikdir. Biz demişdik, funksiyanın x olduğu kimi, y olduğu kimi qalır, x-i tam əksinə dəyişir. Deməli, buraya yazıyıq -5. Çünki gx funksiyasının x-i 5 ise fx funksiyasında x-i -5 olmalıdır. Deməli, en nöqtəsinin təpə nöqtəsinin koordinatlarını tapanda olur x-i 5, y-i -3, n nöqtəsi də olacaq, deməli, x-i -5, y-i də -3. Gx funksiyasının düsturlu şəkildə düsturunu yazsam, yazım gx bərabərdir, a vurulsun, a-nı bilmirik. Deməli, x çıxılsın 5'in kvadratı, çıxılsın 3. Çünki x-imiz 5 olanda y-imiz -3 alır. Sonra bizim üçün c10 bərabərdir -8 bərabərliyindən istifadə eləsək, c10 bərabərdir. c10 yəni x-in yerinə 10 yazacağım. A vurulsun, 10 çıxılsın, 5'in kvadratı çıxılsın 3 bərabərdir -8. Buradan a-nı tapsam, olacaq a vurulsun, 10'dan 5 çıxanda 5 kvadratı 25 çıxılsın 3 bərabərdir -8. 25 a bərabərdir. -8 üzərinə 5 gəlir, -5. A da bərabərdir, -1 bölünsün 5 edir. -5, 25 bölündü, -1 bölünsün 5 edir. Sonra nə edir? Gətirib a-nın yerinə qoyuruq. Yazıram, gx bərabərdir, -5'də 1, x çıxılsın, 5'in kvadratı çıxılsın 3. Biz demişdik, y oxu üzərində x 0, yəni x-in yerinə 0 yazsam, k nöqtəsinin koordinatını tapa bilərik. Dedik, x 0'dır, 0'ı yazdırıq, y-i buradan tapıb gətirib yazdırıq burada yerinə. Deməli, c0 bərabərdir, -5'də 1 vurulsun, 0 çıxılsın 5'in kvadratı, çünki x-in yerinə 0 qoyuruq, çıxılsın 3. O da bərabərdir, 0'dan 5 çıxanda edir, -5 kvadratı 25, 25'i -5'e böldü edir, -5, -5 çıxılsın 3, o da edir -8. Demək ki, biz tapdıq k nöqtəsinin koordinatları -8. Bizdən soruşur, p, m'n, k-nı tapın. P, m'n, k-nı tapmaq üçün m'n tərəfini tapırıq, nk tərəfini və mk tərəfini tapırıq. M'n tərəfi rahatçılıqla tapılır, çünki 5 -5 məsafəsi əlbəttə ki 10 eləyəcək. Onu yazırıq. Üçbucağı köçürsək bura, bu şəkildə. Üçbucağı bura köçürəndə, deməli, m nöqtəsinin koordinatları -5, -3, n nöqtəsinin koordinatları 5, -3 və k nöqtəsinin koordinatlarını da yazırıq 0, -8. Bu məsafəni tapdıq 10. MK məsafəsini tapanda, MK məsafə 2 nöqtə arasındakı məsafə üstündən istifadə etsək, yazarıq. Modulda MK bərabərdir. x2 çıxılsın x1'in kvadratı kökatda 0'dan -5 çıxanda eləyir 5 kvadratı 25. Üzərinə gəlsin -8'dən -3 çıxanda eləyir. Deməli, -5 kvadratı 25 eləyir. Böyle kökatda 50, o da 5 kökatda 2 deməkdir. Deməli, bu məsafəmiz 5 kökatda 2'dir və NK məsafəsini tapsaq, modulda NK bərabərdir. Modulda NK bərabərdir. Kökatda x2 çıxılsın x1'in kvadratı. 0'dan 5 çıxanda, deməli 5'dən 0 çıxanda eləyir 5 kvadratı 25. Üzərinə gəlinsin, -3'dən də -8 çıxanda eləyir müsbət 5 kvadratı 25. Bu da eləyir 5 kökatda 2. Demək ki, bizdə bu bərabər yəni üçbucaq imiş. Perimetrində tapanda üst tərəfini toplayırıq. P, M, N, K bərabərdir. 10 üzərinə gəlsin 5 kökatda 2, üzərinə gəlsin 5 kökatda 2. Bu deyilir 10 üzərinə gəlsin 10 kökatda 2. Ona da mötərizə xaricində çıxarsa olacaq 1 üzərinə gəlsin kök altındakı. Demək, bizim sualımızın doğru cavabı 10 vurulsun mötərizə içərisində 1 üzərinə gəlsin kök altında 2'dir.